Su borusu partladı, 4 kənd və şəhər ərazisi susuz qaldı. Kürdəmirdə şəhər ərazisini və kəndləri içməli su ilə təmin edən magistral su borusu partlayıb. Hadisə magistral borunun Ağsu rayonunun Ərəb Mehdibəy kəndindən keçən hissəsində qeydə alınıb. 14-ü axşam saat 17 radələrində məlumat daxil oldu ki, su xəttində qəza baş verib. Həmin dəqiqə rayon Kürdəmir Su Meliorasiya İstismar İdarəsi səfərbər olaraq qəza yerinə gəlmişik. Deməli, dünəndən 19:00-dan suyun verilişi rayona dayandırılıb və qəza ilə məşğul olunmuşdur. Dərhal hadisə yerinə Kürdəmir Su Meliorasiya Sistemlərinin İstismar İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Su xəttində baş vermiş problemin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçirilir. Bugün gün ərzində bütün günü qəzanın aradan qaldırılması ilə əlaqədar qəza bərpa sistemi burada fəaliyyət göstərilmişdir. Rəhbərliyin iştirakı ilə artıq qəza aradan qaldırılıb. Bir saatdan sonra demək olar ki, rayon əhalisinin su təminatını təmin edəcək. Bu boru nə qədər əhaliyə xidmət göstərdi? 8400 abonent olmaqla 21000 şəhər əhalisi və 4 kəndə su təminatını təmin edirdi. Qeyd edək ki, Külüllü Kürdəmir magistral su xəttinin inşasına 2011-ci ildə başlanılıb və 2013-cü ildə su boru xətti tamamlanaraq istifadəyə verilib. Bu magistral su xəttindən Kürdəmir şəhərdə daxil olmaqla rayonun Xırdapay, Atakişili, Qaraqocalı və Çöhranlı kəndlərinin əhalisi mütəmadi olaraq istifadə edir. Asiman Səlimov, Yusif Kərimli, Xəzər xəbər.